Sizi görməzdən gəlməsinə baxmayaraq hələ də onun yanında qalırsınızsa, deməli həmin insanı itirməkdən qorxursunuz. Bəs hansı insan itirməkdən qorxursunuz? Hansı insan ki sizə dəyər vermir, sizi sevmir, sizə diqqət göstərmir, davamlı şəkildə sizi görməzdən gəlir, sizə hörmətsizlik edir, sizin sərhədlərinizi pozur. Buna baxmayaraq sizi bu qədər çox incidən bəylərlə birlikdə olmağı seçirsiniz, sırf həmin insanı itirməyəsiniz deyə. Sırf həmin insan sizə bu qədər sevgi göstərir deyə. Baxın, siz bu qədər sevgiyə özünüzü möhtac hiss edirsiniz. Buna görə də yaşadığınız münasibət hələ də tam istədiyiniz münasibət və ən əsası sağlam bir münasibət deyil. Sırf daxilinizdəki itirmək qorxusu davamlı şəkildə sizin həyatınızı məhv edərək sizi yanlış münasibət yaşamağa zövq edir. Əgər bunun üzərində işləmək istəyirsinizsə, artıq itirmək qorxusu olmadan münasibət qurmaq istəyirsinizsə və münasibətlərinizdə həqiqətən dəyər görmək istəyirsinizsə, sizi seanslarımda gözləyirəm. Həmin seanslar vasitəsilə dərin şüuraltı texnikalar vasitəsilə sizin daxilinizdəki qorxularla işləyirik və siz həyatınızda daha sağlam bir münasibət qura bilirsiniz. Ətraflı məlumat üçün aşağıda mənə yazın.